Dünya niye fanidir qardaş? Dünya qonaq evidir. Qonaq evində az bir müddət durur. Qonaq evi olmaqla bərabər eyni zamanda nəfislə, şeytanla cihaddayıq. Bəli. Yaxud da insanın istedadlarının üzə çıxması üçün, qabiliyyətlərinin üzə çıxması üçün açılan bir meydandır. Burada insan tərəqqi edir, yüksəlir, imanla, dua ilə, elm ilə çox böyük bir mərifət sahibi olur. Güclü bir iman sahibi olur və bunun üçün də ən uyğun yer, çalışmaq, çarpışmaq üçün, imtahan üçün ən gözəl yer dünyadır. Bura tərəqqi eləmək üçün gəlirik. Həzrət Adəmi Allah Teala cənnətdə də saxlaya bilərdi, dünyaya göndərməyə bilərdi. Amma Həzrət Adəm cənnətdə qalsaydı, məqamı da sabit qalasıydı, bir səviyyədə qalasıydı. Çünki orada nəfis yox, imtahan yox, günah yox. Onun üçün məqamları bir səviyyədə qalasıydı. Mələk kimi olasıydı. Zaten Allah Teala'ya ibadət edən mələklər çoxdur. Belə bir insana da gərək olmazdı. Sadəcə ibadət üçün yaratmaq məqsəd o idisə, buna gərək yox idi. Çünki mələklər var. İnsanı Allah Teala dünyaya göndərdi. Daha da çox inkişaf etsin, daha çox bilik sahibi olsun, mərifət sahibi olsun və mələklərdən üstün səviyyəyə gələcək qədər ona bir imtahan meydanı açdı. Məsələn, sədaqətlə imtahan eləyir, vəfayla imtahan eləyir, soyuqla, sıcaqla, acla, susuzluqla imtahan eləyir Allah, haldan hala salır ki, sən ona nə qədər bağlanacaqsan, nə qədər onu sevirsən, nə qədər ona bağlısan, Ona sadiqsən. nə qədər sadiqsən, bu qədər sıxıntılara rəğmən yenə ibadətini yerinə gətirə bilirsən və bunun yerinə gətirdiyin zaman zaten Allah səni yüksəldir, Allah qatında dəyər qazandırsan. Yəni belə bir dünya lazım idi insanın tərəqqisi üçün.